Hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Mən Fərid Hüseyn, 100 media adından hər birinizi salamlayıram. Əgər keçmişə və yaxud da gələcəyə səyahət edə bilsəydiniz, neçənci ilə səyahət etmək istərdiniz? Mən gələcəyə səyahət etmək istəyərdim. Çünki artıq keçmişdə qalıb, 10 yaşımın bir mənası yoxdur. Neçənci ilə deyəndə bundan 10 il sonrasına getmək istəyərdim. Ölkədə tanınmış marketoloqlardan biri qarşınızda durur. Əgər keçmişə və yaxud da gələcəyə səyahət edə bilsəydiniz, neçənci ilə səyahət etmək istərdiniz? Mən 1453-cü illər getmək istəyərdim. Orada da ki Fatih Sultan Mehmedin ordusunda olmaq istəyərdim. Əgər keçmişə və yaxud da gələcəyə səyahət edə bilsəydiniz, neçənci ilə səyahət etmək istərdiniz? İli deməyim, əgər keçmişə qayıtsaydım, bəzi insanlarla elədiyim münasibətə, yəni apardığım münasibətlərə daha dəqiqləşdirərdim. Bəli əziz izləyicilərimiz, bu günlük bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə. Siz isə videomuzu izləməyi və kanalımıza abunə olmağı unutmayın.